Mən şəkli çıxartdırıb divara yapışdırmıram. Çünki divara baxan birisi deyiləm. Divara baxan birisi olmadığım üçün daha çox telefonumda və yaxud tabletimdə oluram. Buna görə tabletimin və telefonumun ana ekranına qoymuşam ki, hər dəfə açdıqda görüm və məni xatırlatsın ki, mən nə istəyirəm. Mən fokuslanmağa, motivasiya dolu qalmağıma icazə verir. Yəni kömək edir, belə də icazə vermir, kömək edir. Azərbaycan dilim. Salam hər kəsə. İkinci videomdur. Bugün mənə çox maraqlı gələn bir mövzudan danışmaq istəyirəm. Vision board. Bilməyənlər üçün vision board nədir? Vision board vizual xatırlatmadır sizə, siz həyatdan nə istəyirsiniz. Mən daha çox yeni il girməmişdən öncə hazırlayıram ki, artıq yeni ilə fokuslanaraq daha motivasiyalı başlayım və hər zaman da kömək olur. Hər zaman dediyim, artıq 3 ildir hazırlayıram və 3 ildir, yəni şok dərəcəsində gerçəkləşir. Təbii ki, bu mənim inamımla da bağlıdır, çünki mən çox inanıram. İlk və vacib məsələ odur ki, vision board düzəldəndə nə istədiyinizə qərar verin. Yəni həqiqətən nə istəyirəm bu il? Ümumiyyətlə və yaxud da bilmirəm, ümumi də hazırlaya bilərsiniz, amma sadəcə məsələn 2026 üçün tutaq ki, mən hazırlayacağam. Hələ hazırlamamışam. Biraz tənbəllik edirəm. 2026 üçün hazırlayanda mən 2026-dan nə istəyirəm? Nəyin gerçəkləşməsini istəyirəm? Bunlar çox vacibdir. Necə bir həyat tərzi istəyirəm? Nələr əldə etmək istəyirəm? Ya da siz o zaman artıq fokuslanmış olacaqsınız ki, siz həqiqətən bu ildən nə istəyirsiniz? Board hazırlayarkən boardan bəzi şəkillər yerləşdirilir, hansı ki, siz nələrə nail olmaq istəyirsiniz il ərzində və yaxud ümumən yeni general bir vision board hazırlayırsınızsa. İkinci məsələ və əslində ikinci məsələ deyil də məncə bütün vision boardu əhatə edən məsələ inamdır. Yəni inanmalısınız. Siz şəkilləri və yaxud affirmasiyaları ora, bilmirəm, yəni motivational quote-ları ora sadəcə wish olsun deyə qoymursunuz. Yəni arzulayıram bu olsun deyə qoymursunuz. Çünki inanırsınız və bilirsiniz ki, bu gerçəkləşir və yaxud da gerçəkləşəcək bu il. Bu il bunlar olacaq. Buna görə qoyursunuz. Yəni sırf arzu olsun deyil, bu sizin məqsədinizdir. Yəni bunu gerçəkləşdirmək. Yəni əsas məsələ inanmaqdır. Növbəti addım isə artıq gəlir şəkilləri və sizə motivasiya verən yazıları tapmaqda. Mən Pinterest-i çox sevərək istifadə edirəm. Nə istəsəz tapa bilərsiniz orada. Sadəcə istədiyiniz, yəni məqsədinizin və yaxud da istədiyiniz nə varsa, bunların adını yazmaq kifayətdir. Rahatlıqla list onsuz orada görəcəksiniz. Wow, full of pictures. Mən çox sevdiyim bir nevroloq var və o bir podkastında bildirmişdi ki, mən vision boardumu elə bir yerə asmışam ki, hər kəs görə bilir onu. Yəni evinə gələnlər. Çox vaxt məsələn yataq otağına qoyurlar vision boardu, amma o deyəsən daha görünən yerə qoymuşdur ki, bütün gələnlər də artıq evinə gələn qonaqlar da görsün. Çünki o öz məqsədlərini göstərməkdən qorxmur. Yəni cəsarətli bir şəkildə məqsədlərini göstərir. Çünki biz bəzən, mənim özümdə də var, istədiklərimi və yaxud bu həyatdan nə istəyirəm və yaxud bu ildən nə istəyirəm, bunu dilə gətirəndə biraz belə sanki qorxaraq gətirirəm. Yəni cəsarət edə bilmirəm. Amma biz əslində cəsarət eləməliyik yəni. Çünki bilmirəm, bəzi insanlar bunu istəyirsən belə görərik də, edə bilməyəcəksən onsuz da. Bunu sizin beyninizə yeridirlər. Ona görə ətrafınızda elə insanlar tutun ki, siz xəyallarınızı və yaxud məqsədlərinizi ona dedikdə o sizə gülməsin. Və yaxud da yəni bilmirəm, pis sizin enerjinizi aşağı salmasın. Çünki siz ona bir inamla deyirsiniz. Və mən istəyirəm ki, mənə hər zaman kömək edən bir məsləhət verin vision board düzəldərkən. Mən vision board düzəldərkən çox vaxt arxa background-da, yəni arxa fonda mənim həmişə gözəl bir musiqi olur. Qəmgin musiqidən danışmıram. Qəmgin sevgi musiqilərindən danışmıram.
mənə ilham verən musiqi olur. Hansı ki, mən dəfələrlə dinləsəm də yorulmaram. Məni belə çətin zamanlarda necə deyim, mən özümü yaxşı hiss elətdirən bir musiqi qoyuram. Mənə motivasiya verən bu musiqi qoyuram. Daha sonra isə şəkilləri bir-birinə yan-bayan qoyduqda və yaxud birləşdirəndə mən onlara çox gözəl mənalar yükləyirəm, inanaraq edirəm. Dediyim kimi, inam ən əsas hissəsidir vision boardun, inanaraq etmək nələrisə. Amma inanmaqdan da başqa bu hissi necə deyim, yükləmək lazımdır öz məqsədlərimizə. O bir şey var, deyir əslində pulun heç bir mənası yoxdur, ona məna yükləyən bizik. Belə baxdığımızda pul kağız parçasıdır. Amma biz ona o qədər məna yükləmişik ki, artıq pul çox vacib bir şeydir. Bu da ona yaxın bir məsələdir. Bu qədər. Ümid edirəm, hər kəs vision boardunu hazırlayarkən, kim hazırlayacaqsa, özlərinə inamla və ən əsası məqsədlərini inamla hazırlayarlar. Növbəti videoda görüşərik. Mən yenə qapanış videosunu necə edim bilmirəm. Belə eləyəcəm.